Geçən illəri Azərbaycan bu yarışmada iştirak etmişdi, amma sizin heç bundan xəbəriniz olmadı. Ona görə ki, xarici ölkədən gələnlər oldu və xarici ölkədən gələnlər qalib olub Azərbaycan adından getdilər yarışmaya. Amma bu il mən bu məsuliyyəti öz üzərimə götürdüm ki, sizlər Azərbaycanlılarımız qatılsın bu yarışmaya. Siz də qatılmalısınız ki, bu yarışmaya biz həqiqətən Azərbaycan çempionları ilə dünya yarışmasına permanent üzrə qatılaq və orada Azərbaycan bayrağını qaldıraq. Siz əgər permanent ustasızsa, onda mütləq şəkildə vullap yarışması sənin üçündür. Özünə güvən. Sən də artıq haçansa bir addım atmalısan. Bu yarışmaya qatılmaqda sən nələr əldə edirsən? Birincisi, vullap sertifikatını əldə edirsən ki, sən iştirakçı oldun, həqiqətən bu vullap yarışmasına qatıldın. İkinci, qaliblər 1, 2, 3. Sən nominasiya alacaqsan. Sən səhnədə sertifikat və kubok əldə etmiş olacaqsan. 1, 2, 3-cü yeri tutsan. Yalnız 12 nəfər qatılır. Yəni hər sahə üzrə 12 nəfər. Yerlər məhduddur. 12-yə az qalır. Sən də qatıl, qalib ol. Azərbaycan çempionu olursan. Yəni sən birinci yeri tutunsa, demək sən Azərbaycanda layner üzrə ən yaxşı bir nömrəli ustasan. Hər şey şəffaf keçiriləcək və dünyaya çıxış. Dördüncü, sən artıq Azərbaycan çempionu 1, 2, 3 olandan sonra dünyaya yeni addım atırsan. Dünyaya yarışmasına qatılırsan. Final yarışması Türkiyədə keçiriləcək və sən də həmin Türkiyədəki yarışmada iştirak edəcəksən. 5-ci, şəkil və qala gecə olacaq. Sən də orada şəkillər çəkirsən, permanent sahəsidir. Əziz Azərbaycan permanent ustaları, gəlin siz də qatılın, sizə dəstək olacaq, siz də bizə dəstək olacaqsınız. Biz Azərbaycanın bayrağını Türkiyədə 5 günlük qaliblər, birinci yerlər 5 günlük səyahət əldə etmiş olacaqlar və orada 5 günün içərisində bir gün yarışmada iştirak edəcəklər və orada dünyaca neçənci yeri Azərbaycan qazanacaqsa, həmin buradakı ustalar qazanacaq. Sən də o ustadan biri olacaqsan.